Polisə olan hörmət, dövlətə olan hörmətdir. Polis əməkdaşları qanunun keşiyində dayanırlar. Polis əməkdaşları cinayətkarlığa qarşı mübarizə aparırlar. Onlar öz həyatlarını risk altına qoyurlar və vətəndaşlar bunu unutmamalıdırlar. Yəni, cəmiyyətin, ölkəmizin rahat yaşamasını, təhlükəsizlik şəraitində yaşamasını polis orqanlarını təmin edir. Onların çox böyük funksiyaları var, çox böyük zəhmətləri var. Mən bu görülmüş işləri yüksək qiymətləndirirəm və bilirsiniz ki, daim polis orqanlarını müdafiə edirəm və müdafiə edəcəyəm.